Merhabatınız xeyir olsun dostlar. Aylar sonra ilk hədəfimizə avroda gəldik və mən sizə 5 ay əvvəl görürsünüz ki, demək olar ki, hər videonun sonunda bu haqda sizə məlumat verirdim. Görürsünüz ki, burada Apar Corporation 5 ay əvvəl avronun 1.77 qiymətində olanda sizə risk edib yatırım edə bilərsiniz. Kim risk almaq istəyirsə yatırım edə bilər ehtimalı demişdim. Risk alanlar görürsünüz ki, 1.77 qiymətindən 5 ay əvvəl alıblar. Sonra dostlar, son 2 aya qalmış yenidən sizə çəkdim və avro artıq 1.88 qiymətinə gəlmişdi və 1.88 qiymətlə görürsünüz. Burada da sizə video çəkmişəm və bu haqda da sizə məlumat vermişəm. Hazırda isə avro gördüyünüz kimi ilk hədəfinə gəldi. Yəni ilk hədəfi nə idi? 2 manat. Görürsünüz ki, avro hazırda 2 manatdır. Mənimlə bir yerdə risk edib yatırım edən hər kəs hazırda çox mükəmməl bir qazanc əldə etdi. 1.77-dən və 1.87-dən 2 qiymətdən aldığımız halda avro hazırda 2 manatdır və avronun birinci hədəfi aylar sonra, yəni hara gedəcək, onu sizə məlumat verim. Görürsünüz ki, dostlar, burada bir göy şlaqbaum çəkmişəm. Bu göy xətt görürsünüz ki, son toxunuş nöqtəsini sizə göstərmişəm. Son toxunuş nöqtəsi isə bizə hazırda bunları verir. Görürsünüz ki, baxın, birinci toxunuş, ikinci toxunuş və üçüncü toxunuş. Üçüncü toxunuş bizə təqribi 3 manat ehtimalını verəcək. Yəni yavaş-yavaş aylar sonra, yəni birdən-birə olmaz. Bəlkə də ola bilər, dəqiq deyə bilmərəm, amma yavaş-yavaş müddət keçdikcə avro 3 manata doğru hərəkət edir. Bunun əsas istiqaməti bizim üçün əsas 3 manatdır. Yəni ikinci hədəfdir. Çünki birinci hədəfi 2 manat idi, 2 manata gəldik. Və bu avro haqqında məlumat. Sonra isə dostlar, sizə heç bir komissiya olmadan yatırım etmə imkanını başa salıram. O da necə? Leo Bank'a daxil oluruq. Leo Bank'da sərmayələr bölməsinə keçəndən sonra və burada spot yazırıq. Burada spot yazılan hissədə, bu spot yazılan hər hansısa bir joinləri alanda dostlar, sizdən heç bir komissiya çıxılmır. Bu da müvəqqətidir, yəqin ki, sonradan düzələr, amma hazırda müvəqqətidir. Yəni bu təbii ki, fürsətdir. Məsələn, Ethereum bizə hazırda görsən bundan bir 20 manatlıq alsa belə heç bir komissiya çıxmadığını görərək. Amma Ethereum hazırda ala bilərik kimi onu sizinlə göstərək. Ethereum dostlar, gördüğünüz kimi aylıq qrafikdə birinci hədəfi bunun 3000 dollar olacağı görsənir. Amma oraya gedərmi getməz dəqiq bilmədiyimiz üçün buna aylıqda həftəlik qrafikdə baxırıq. Həftəlik qrafikdə gördüyünüz kimi dostlar, birinci hədəfi 3000 dollar olacağını görürük. Niyə? Çünki həm GME qrafikinə keçəndə biz Ethereum'da 3000 dollarda bir qiymət boşluğu olduğunu görürük. Görürsünüz ki, burada bir qiymət boşluğu var. Yəni traderlər bunu bilir, gap boşluğu var. Bu boşluq isə odur ki, müəyyən müddət sonra qayıdır və qiymət həmən boşluğu doldurur. Və həmən boşluğu doldurduğu halda Ethereum'un hazır qrafiki görürsünüz ki, baxın belə gedir və buradan isə belə qalxıb sonra düşməyə davam edə bilər. Yəni buy verəndə satmaq, sat verəndə almaq lazımdır. Yəni qısa müddətli hədəf üçün hazırda Ethereum'u alıb, təbii ki, risk almaq istəyirik, risksiz heç bir şey yoxdur. Amma Ethereum buradan düşə də bilər. Yəni %100 demirəm ki, bu 3000-ə gedəcək, amma 3000-ə getmə ehtimalı növbəti həftələrə ola bilər. Bu həftədən sonra da ola bilər. Onu dəqiq deyə bilmərəm, amma hazırda Ethereum görürsünüz ki, sat xəttinin üstünə qalxmağa, yəni buy verməyə hazırlaşır. Bitcoin-ə qarşı da güclüdür. Yəni ola bilsin bu həftənin sonuna, növbəti həftəni və ya 2-3 həftədə çəkə bilər. Bu 3000-ə gəlsin. 3000-ə dedikdən sonra isə əlimizdə nə olan Ethereum'ları çoxsunu sata bilərik. Çünki niyə buy verəndə görürsünüz ki, həmişə düşüb. Baxın, buy verib, qalxıb naxadı düşüb. Yəni buy verəndə yenə aldadıcı olub düşə bilər. Hazırda görürsünüz ki, ilkin hədəfimiz Ethereum üçün 3000 dollar olacaq. Ethereum haqqında da məlumat baxın bu qədər. Yəni heç bir komissiya olmadan Ethereum alırsa belə dollar haqqında istəsələr dəqiq bir məlumat verə bilmirik. Çünki dollar stabil olaraq gedir. Dolların nə vaxt qalxacağını hələ bilmirik. Amma dollar işdə əgər qalxsa, risk birdən qalxacaq. Yəni birdən qalxsa da ola bilsin 2 manat 50 qəpik, 2 manat 5 qəpik və yaxud 2 manat aralığında da ola bilər və yaxud 2 manat da ola bilər. Çünki avroda həmişə 10 qəpik, 20 qəpik fərqlə olur. Baxın dostlar, bugünkü videomuz bu qədər. Avro haqqında, Ethereum'un növbəti həftələr olan birinci hədəf haqqında və dollarda müəyyən müddət öz ehtimalını göstərəcək haqqında.